Təəssüf ki, hakimiyyətdə olanları xalqın taleyi düşündürmür və mən bu məsələ barədə bir fikir yazmışdım və ictimaiyyət tərəfindən bu xeyli dərəcədə dəstək alan bir fikrə çevrildi sonradan. Yəni, monopoliyada olmayan bir sahə bu vətəni qorumaq, vətəni sevmək, vətən uğrunda şəhid və ya qazi olmaq sahəsidir. Bəli. Yəni, bu sahədə hakimiyyət yoxdur. Bu sahə xalqa məxsusdur. Xalqın ən yoxsul təbəqəsinə məxsusdur, xalqın ən vətənpərvər təbəqəsinə məxsusdur. 800 min Yeni Azərbaycan Partiyasının üzvü var. Mən dəfələrlə sual vermişəm ki, Yeni Azərbaycan Partiyası üzvlərindən şəhid olan varmı? Və ya, məsələn, hətta Yeni Azərbaycan Partiyası üzvlərinin bu rəhbərlikdə təmsil olunanlardan kimlərsə şəhid olubmu, qazi olubmu, müharibədə iştirak edibmi? Heç o Yeni Azərbaycan Partiyasının kənd özəklərinin, rəhbərlərinin uşaqları bu müharibədə iştirak ediblərmi? Sual vermişəm. Məsələn, Müsaad Partiyasının 800 min üzvü yoxdur. Amma Müsaad Partiyasının şəhidləri də var. Müsaad Partiyasının üzvü olanların övladlarının da şəhidləri var. Müsaad Partiyasının elə başqa müavini Fərəc Kərimli müharibədə birinci gündən sonuncu günədək iştirak etdi. Elə İlqar Babayev zabit kimi Şirvan şəhərindən müharibənin birinci gündən sonuncu günə kimi iştirak etdi. Müsaad Partiyası üzvlərinin övladları bu müharibədə çox fəal iştirak ediblər. Cavidan adlı bir gəncimiz var, o müharibədə birinci gündən sonuncu günədək iştirak etdi və s. Və bizim nümunəmiz var. Siz də nümunələrinizi göstərin. Göstərdilər. Müharibədən əvvəl Kəmaləddin Heydərov 2 oğlunun PR-ını qurdu. Yadınızdadırsa, mənim 2 oğlum var. Könüllü şəkildə müharibə başlayarsa orada iştirak etməyə hazırdır dedilər. Və bilmirəm, bəlkə mənim gözümdən yayınıb da siz onlardan bir xəbər eşitdiniz mi? Mən tez-tez sual verirəm. Bu suallara cavab yoxdur. Yəni, demək istəyirəm ki, bu məsələlərdə açıq aydın görünən odur ki, Azərbaycan hakimiyyəti belə düşünür. Azərbaycanın malı, dövləti, sərvətləri onlara məxsusdur. Azərbaycanın dərdi, səri, problemləri xalqa məxsusdur. Yəni, bu tamamilə haqsız bir bölgüdür və bu bölgüyə son qoyulmalıdır. Elə İlham Əliyevin dediyi kimi, Azərbaycanın sərvətləri Azərbaycan xalqı arasında ədalətlə bölüşdürülməlidir. Yəni, elə ola bilməz ki, sərvətlər kimlərəsə məxsus olsun, dərdlər, problemlər başqalarına məxsus olsun. Azərbaycanda istehsal olunan hər kubmetr qazın, hər barel neftin, neftdə Azərbaycanın hər bir vətəndaşının payı olmalıdır. Azərbaycanın əldə etdiyi bütün sərvətlərdə hər bir Azərbaycan vətəndaşının payı olmalıdır. Eyni zamanda Azərbaycan uğrunda müharibə aparmaq lazım gəlsə, döyüşmək lazım gəlsə, şəhid olmaq lazım gəlsə, qazi olmaq lazım gəlsə, bu da Azərbaycanın hər vətəndaşına aid olmalıdır. Yəni, kimlərsə müharibəyə gedəcək, kimlərsə döyüşəcək, kimlərsə Azərbaycanın problemlərini həll edəcək, yükünü daşıyacaq. Amma kimlərsə balaca bir qrup Azərbaycan sərvətlərini öz aralarında bölüşdürəcəklərsə, təbii ki, bu cəmiyyətin, xoşbəxt bir cəmiyyət, bu dövlətin inkişaf etmiş, azad bir, demokratik bir dövlət adlandırılması mümkün olmayacaq. Biz tarixdən nə görmüşük Arif bəy? Həmişə görürük ki, vermədiyi, haqları verilməyəndə xalq özü məcbur alır və almağı da bacarır. O baxımdan o vəziyyətə, o həddə gəlib çatmamaq üçün indidən hər kəsin öz haqqını vermək lazımdır. Yəni, bu notlar üstündə də qutaraq müsahibə.